Salam müəllimlər, mən indi sizlə 7-ci sinifin 4-cü mövzusu olan şagird partalarının və məişət masalarının təmiri haqqında danışacağam. Baxın, mebelin təmiri zamanı onun ölçüsü, quruluşu, örtüyünə qoyulan tələblər yerinə yetirilməlidir. Adətən bu xüsusiyyətləri şagird partalarının təmiri zamanı nəzərə almaq lazımdır. Bəs şagird partası necə təmir edilir? Şagird partasının ən çox rast gəlinən qüsurları üst qapaqların kənarlarının və İşlək səthin zədələnmələri, qapaqların gövdədən ayrılması, çanta qoyulan yerlərin əyilib şəklini dəyişməsidir. Qopan qapaqların bərkidilməsi zamanı onları əvvəl olduğu kimi yerləşdirmək lazımdır. Bərkici furniturların, yəni tıxacların, şurupların altındakı dağılmış yerlər taxmalarla və ya yapışqanlı tıxaclarla tutulmalıdır. Qapağı taxta gövdəyə əlavə olaraq üstdən tam keçməklə 5-in 50 ölçüdə 2-4 şurupla bərkitmək məqsəd uyğundur. Şurupları da elə vurmaq lazımdır ki, onların başlıqları qapağın səthindən 1-2 mm dərinə işləsin. Alınan boşluğu xüsusi bir materialla doldurmaq lazımdır. Parıldayan lak örtüyünü bərpa etmək üçün əvvəlcə şagird partasının səthindən tozu, çirki təmizləyir, qüsurlu yerlərdən köhnə lak və emal örtüyünü sürtərək təmizləyirlər, yenisini çəkirlər. Nitro lakların əvəzinə fırça ilə asan sürtülən, lakin quruma müddəti çox olan parket lakından istifadə etmək olar. Təmir edilmiş şagird partalarında əzilmə, cızılma, digər zədələnmələr yarada bilər ki, həmin deməli bu prosesləri yarada bilən itik künclər və tillər, irəli çıxan şuruplar olmamalıdır. Və məişət interyerinin əsas elementlərindən biri masadır. Məişət masalarında əsas narahatlıq ayaqların yuxarı hissəsindəki birləşmələrdə olur. Böyük təzyiq altında olduğuna görə onlar zəifləyir, qopur. Məişət masalarında bir çox nasazlıqları təmir vasitəsilə aradan qaldırmaq mümkündür. Məişətdə istifadə edilmək üçün nəzərdə tutulmuş masaların əksəriyyətində ayaqların üst hissəsində kip birləşdirilmiş, nazik üfüqi bağlamalardan ibarət təməl şəklində çərçivəyə geyindirilmiş üst taxta var. Bəzi hallarda çərçivə üst hissə ilə birləşdirilir, ayaqlar isə çərçivəyə boltlarla bağlanır. Sadə quruluşlu masalarda ayaqlar birbaşa üst hissənin alt tərəfində müxtəlif üsullarla birləşdirilir. Bu üsullar o qədər də etibarlı deyil. Məsələn, tərkibi məlum olmayan yapışqanla, sına biləcək zivana və çiftlərlə, tədricən boşalıb laxlayan lövhəciklərlə, şurup və ya botlarla olan birləşmələr tez bir zamanda öz qüvvəsini itirə bilir. Laxlayan yapışqanlı bərkitmələri yenidən yapışdırmaqla asanlıqla bərpa etmək olar. Lakin masaların tərkib hissələrini daha ciddi aralanmalarını bərpa etmək üçün birləşmələrin sınan hissələrini yenisi ilə əvəz edilməlidir. Təmirin keyfiyyətli olması üçün birləşmələri metal künc lövhəciklərlə bərkitmək olar. Bunlar şəkil 3-də göstərilmişdir. Hərəkətli hissələri olan masaların təmiri üçün başqa bir tədbirlər görmək lazımdır. Açılıb yığılan masanın zədələnmiş mexanizmini, onun çəkilən hissələrini təmizləməklə, yağlamaqla düzəltmək olar. Sınıb sıradan çıxmış mexanizmləri yenisi ilə əvəz etmək lazımdır. Masanın üst taxtasında ayrılan zaman zədələnmiş birləşmələrini təmir etmək üçün masanı çevirib, onu bir neçə qat bükülmüş parçanın və xalçanın üzərinə qoya bilərik. Sonra masanın üst taxtasını çıxarırıq. Sıxıcı metal lövhəciklərlə bərkidilibsə, şuruplar və lövhəciklər sökülür, masanın üst taxtası ayrılır. Əgər o şurup və botlarla çərçivəyə və künc sillərə bərkidilirsə, bu zaman bərkitmələr kənarlaşdırılır. Açılıb yığılan masanın zədələnmiş mexanizmini, onun çəkilən hissələrini təmizləmək və yağlamaqla düzəltmək olar. Sınıb sıradan çıxan hissələri yenisi ilə əvəz etmək lazımdır. Masanın hər bir hissəsindən sonradan onun yığılması üçün nişanlanma aparılır. Hissələri birləşdirən yapışqan bərkitmələr sökülür. Zərbə vurulacaq hissəni zədələnmədən qorunmaq üçün taxta qoruyucudan istifadə edilir. Çərçivə ayaq birləşməsini təhlil eləyək. 3 növ olur. Ən nümunəvi birləşmə zivana yuva birləşməsidir. Həmçinin şuruplarla və arakəsmə birləşməsi mövcuddur.
Çərçivə zivana birləşməsində, çərçivə yuva birləşməsi, belə üzr istəyirəm, zivana yuva birləşməsində çərçivədəki zivana ayaqdakı yuvaya yapışdırılır. Belə birləşmə zamanı mümkün olan zədələnmələr yuvanın parçalanması, zivananın hissələrə ayrılmasıdır. İkinci ara kəsmədir ki, burada iki elementin hər birindəki uyğun deşiklərə yapışdırılan çivlər birləşməsi gücləndirir. Əgər çivlər sınarsa, onları burğulayırıq, dəyişirik. Və çiftli və ya çiftsiz arakəsmə birləşmələr bəzən küçlü lövhəciklərlə də möhkəmləndirilə bilər. Əgər ayaqlar çəpləşdirilmiş vəziyyətdə bərkidilərsə, çərçivə yapışqanla örtülür. O hər ayağın çöl tərəfinə şuruplarla birləşdirilir. Şurupların başlıqları çərçivənin səthindən aşağıda əks tərəfə burğulanmış və plastik tıxaclarla doldurulmuş deşiklərə qoyulur. Əgər şuruplar ayaqdan düşürsə, tıxaclar çərçivədən dartılır və burğulanıb çıxarılır. Şurup kənarlaşdırılır, birləşmə yenidən yaradılır. Bərkitmə üçün eyni uzunluqda, lakin bir o qədər böyük diametrli yeni şuruplardan istifadə edilir. Bu zaman şurup başlıqları üçün əks istiqamətdə burğulanmış deşiklərin baş hissələrini böyütmək lazım gələ bilir. Amma bir şərtlə ki, şurupların yivlərinə uyğun aşağı hissələr təkrarən burğulanmasın. Masanın ayağının yuxarı hissəsindəki çatın təmir texnologiyasını sıxaclarla aradan qaldırırlar və həmçinin yapışqanlardan istifadə edilir. Çatın bağlanması üçün gül şəkilli sıxaclar, məngənələr, eyni təzyiqin saxlanması məqsədi ilə yapışdırılmış çərçivə ayaq birləşmələrində isə dövrələmə sıxaclarından istifadə olunur. Sıxacları bağladıqda onların ağızlarının altına yumuşaq oduncaq hissələri qoyulur ki, həmin sıxılan hissələr zədələnməsin. Baxın, şəkil 6-da A C şəkilli sıxacdır, yəni məngənədir, B isə dövrələmə sıxacıdır. Əgər çat ayağın baş hissəsində yuvanın ətrafında əmələ gəlibsə, onda çata, eləcə də yuva ilə zivana arasında nazik deşiyə yapışqan yeridilir. Birləşməni iki sıxacla sıxırıq. Əvvəlcə çatı bağlamaq üçün ayağın baş hissəsinə C şəkilli məngənəni quraşdırırıq. Sonra zivananı yuvada saxlamaq üçün bir ayağın xarici tərəfindən digər ayağın xarici tərəfinə doğru dövrələmə sıxacından istifadə edirik. Şəkil 7 ilə 8-ə nəzər salın. Masanın xaricində, çöl hissəsində dövrələmə sıxacından, masanın daxili hissəsində C şəkilli sıxacdan istifadə edilir. Bu vəziyyətdə o 24 saat saxlanıla bilir. Küncün bərkidilməsi zamanı metal künc lövhəci masanın ayağına yerləşdirilir və çərçivəyə əks olan hissədə saxlanıb, hər tərəfinə bir şurup bərkidilir. Ayaqda lövhəciyin mərkəzindəki deşikdən istiqamətlənən deşik burğulanır. Lövhəciyi saxlayan şuruplar və lövhəciyin özü çıxardılır. Yastı ağız kəlbətinlə boltun mərkəzindən tutulur, ucundan yivin bütünlüklə ayağa daxil olması şərti ilə burulub bərkidilir. Bütün şuruplar qoyulan lövhəcik çərçivəyə bərkidilmək üçün yerinə qaytarılır. Şuruplu botla köməkçi şayba və qanadlı qayqa yerləşdirilir və sıxılır. Mebelin sadə və əsaslı təmiri onun istismar müddətini artırır. Mövzumuz bu qədər. Biraz qəliz mövzudur. Belə deyim, xırdalıqlar var. Diqqətlə oxuyun. Təhlükəsiz qaydalarına mütləq nəzər salın və bəyənib abunə olub şərh bildirməyi unutmayın. Uğurlar hər kəsə.